Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasir ve mu'in ve sallallahu ala Muhammedin ve al Muhammed ve ecil faracahum. Rivayet olunur ki, əziz Peyğəmbərimiz bir gün Ramazan ayına bir neçə gün qalmış məsciddə xutbə edirdi. Xutbə edən ərəfədə əziz Peyğəmbərimiz müqəddəs Ramazan ayının fəzilətlərindən, üstünlüklərindən cəmaata çatdırırdı. Əziz Peyğəmbərimiz söhbətdən bitirəndən sonra Həzrət Əmir əl-Möminin Əli əleyhissalam Əziz Peyğəmbərimizdən sual elədi ki, ya Rəsulallah, bu ayda ən üstün ibadət, ən üstün əməl hansı əməldir? Əziz Peyğəmbərimiz buyurdu ki, ya Əliyyü, əfzəlul ə'mal fi həzihi şəhr əl-vərəu an məhərimillah. Ya Əli, bu ayda ən üstün əməl, ən dəyərli, qiymətli əməl odur ki, insan haramlardan çəkinsin. Haramların müqabilində təqva yaratsın. Bu ayın elə fəlsəfəsindən biri də budur ki, bu ay bizdə təqva yaratmalıdır. İnsan 14-16 saat atsız qalmalığı ilə, haramdan çəkilməliyi ilə insan özündə bir libas geyinir ki, bu libasa deyərlər təqva libası. İnsan çalışmalıdır. Ramazandan qabaqki dövrlərdə ki, insan yalan danışırdı, qeybət edirdi, söyüş söyürdü, əsəbləşirdi, bir çox pis və əxlaqi dəyərlərə sahib olurdu. Bu müqəddəs Ramazan ayının ən üstün xüsusiyyəti budur ki, insan bu ayda bir ay boyunca özünü haramlardan çəkinməyə yardımcı olsun ki, insan haramlara çəkinsin və bu bir ay İnsan özünü buna öyrəşdirsin və Ramazana bitəndən sonra da çalışsın ki, gələn Ramazan ayına qədər insan haramlardan çəkinə bilsin. Bəs bu ayda ən üstün əməl budur ki, insan haramlardan çəkinsin. Əgər haramlardan çəkinərsə, o insan bu ayda ən böyük ibadət etmiş hesab olunur.